Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən və xəsarət alanlar var. Hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb. Vaz 2107 və Vaz 21011 markalı mini avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini 2001-ci il təvəllüdü Yaqub İspəndiyarov dünyasını dəyişib. Tərtər rayon sakini 2003-cü il təvəllüdü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdü Cəsarət Abuşov və Ağdam rayon Orta Qarəmənd kənd sakini 2003-cü il təvəllüdü Ümid Xudurov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır. Qeyd edək ki, hadisə ilə bağlı təbib də məlumat yayıb. Məlumatda bildirilir ki, martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan kişi cinsli 3 nəfər Tərtər rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gizgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib. Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib. Hadisə nəticəsində bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb.